Əməkdar jurnalist, tanınmış televiziya aparıcısı Xoşqədəm Hidayət qızına ard-arda ağır itkilər üz verib. Ailəsini dərin kədərə boğan bu acı hadisə ictimaiyyət və media cəmiyyəsi tərəfindən də böyük hüznlə qarşılanıb. Modern AS xəbər verir ki, məşhur aparıcının atası Hidayət Baxşəliyev bu gün səhər saatlarında vəfat edib. Bu barədə Xoşqədəm Hidayət qızı şəxsi sosial media hesabında paylaşım edərək məlumat verib. O, paylaşımında atasının dünyasını dəyişdiyini bildirərək, yaşadığı ağrını və kədəri sözlə ifadə etməyin çətin olduğunu qeyd edib. Məlumata görə, Hidayət Baxşəliyev uzun müddət ciddi xəstəliklə mübarizə aparıb. Belə ki, o, təxminən 5 ildir xərçəng xəstəliyindən əziyyət çəkirdi. Bu illər ərzində mütəmadi olaraq müalicə alıb, həkim nəzarətində olub və ailəsi onun sağalması üçün əlindən gələni edib. Lakin xəstəliyin ağır mərhələyə keçməsi nəticəsində onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, bu itki Xoşqədəm Hidayət qızının ailəsi üçün ikinci böyük faciədir. Cəmi bir neçə həftə əvvəl onun anası Ofeliya xanım da dünyasını dəyişmişdi. Qısa zaman kəsiyində həm anasını, həm də atasını itirən tanınmış aparıcı üçün bu günlər son dərəcə çətin və sarsıdıcıdır. Yaxınlarının sözlərinə görə, Xoşqədəm Hidayət qızı valideynlərinə çox bağlı olub və onların vəfatı onu dərindən sarsıdı. Xoşqədəm Hidayət qızı uzun illərdir Azərbaycan televiziya məkanında fəaliyyət göstərən, peşəkarlığı və özünəməxsus aparıcılıq üslubu ilə seçilən jurnalistlərdəndir. Onun aparıcısı olduğu proqramlar geniş tamaşaçı auditoriyası tərəfindən maraqla izlənilir. Bu səbəbdən ailəsində baş verən faciə təkcə yaxınları deyil, minlərlə izləyicisi və həmkarı tərəfindən də böyük kədər hissi ilə qarşılanıb. Sosial şəbəkələrdə və mediada çoxsaylı tanınmış şəxslər, jurnalistlər, ictimai xadimlər və izləyicilər Xoşqədəm Hidayət qızına başsağlığı mesajları paylaşıblar. Onlar bu ağır günlərdə ona səbir, möhkəmlik arzulayıb, mərhum valideynlərinə Allahdan rəhmət diləyiblər. Bir çox istifadəçilər Xoşqədəm Hidayət qızının valideynlərinə olan hörmət və sevgisini vurğulayaraq, onun bu acı itkilərə baxmayaraq güclü qalacağına inandıqlarını bildiriblər. Qeyd olunur ki, mərhum Hidayət Baxşəliyev ailəsi və yaxın çevrəsi tərəfindən sakit, mehriban və ailəsinə bağlı insan kimi tanınıb. O, övladlarının uğurları ilə hər zaman fəxr edib və xüsusilə Xoşqədəm Hidayət qızının jurnalistika sahəsində əldə etdiyi nailiyyətlərdən qürur duyub. Redaksiyamız mərhum Hidayət Baxşəliyevin vəfatı ilə əlaqədar Xoşqədəm Hidayət qızına, onun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allahdan mərhuma rəhmət, dünyasını dəyişən anası Ofeliya xanıma da uca Allahdan rəhmət diləyir, yaxınlarına səbir və dözüm arzulayır.